Hamıya salamlar olsun. Xoş gördük hamınızı. Sara oyandı deyə pəncərələrin hamısını açıram. Otaqlara hava olsun. Havası dəyişsin otaqların. İstəyirəm bugün pəncərələri təmizləyim. Yağışdan sonra bütün belə palçıq olubdu. O ki pis yağışlar oldu axır neçə günü. İndi silmirdim, gözlürdüm ki tamam açılsın. Bilim ki yağış olmayacaq. Ona görə gözlürdüm. Amma görürəm ki şükür hava açılıbdı artıq. Yağış olmayacaq. Ona görə bu günlərim istəyirəm buraları təmizləyim. Bütün yağış palçıq eləyibdi buraları. Burada da Sara xanım həmişə kimi mənim yanımdadır. Mən onsuz heç nə eləyə bilmirəm də. Hər şeydə bölümdə olmalıdır. Balkonu da gəldim süpürüm. Çünki belə yolkanın şeyləri tökülür həmişə. Bukiları. Burada çoxlu yolka var deyə belə şam ağacı. Onların tozları külək olanda gəlir beləcə tökülür bura. 2 gündür balkonu təmizləmirəm. Görün artıq nə gündədir. Tökülübdür. Bu gün eləcə süpürəcəm. Çünki bizim balkonu gəlib düzəltməlidirlər bu günləri. Onsuz da düzəldəndə toz olacaq. Bu pəncərələri də hələ ki silməyəcəm. Gözləyəcəm. Qoy qutarsınlar, düzəldib buraları. Ondan sonra silərəm artıq buraları. Amma o birisi pəncərələri gərək artıq silim. Çünki yağışdan sonra palçıq olublar. Bugün istəyirəm bu şkafı da təmizləyim. Elə bura şəkillər qoyuram. Nəsə belə əlimə keçdi qoyuram bura. Sara da buranı açıb tapdı. Sara tapdı öz şəkillərini. Getdi. Nəysə. Buranı görün biraz səhmuna sala bilirəm. Uşaqlar da götürüblər. Sara da bütün dağıdıb buranı eşib. Burada belə vupusknoyları qoyuram. Vupusknikləri yoldaşımın, mənimkidir. Bunlar. Bu uşaqların kasetləridir. Bu Rənanın vinyetkasıdır. Bu bizim Günlarə müəlliməmizdir. Sinif rəhbəridir qızımın. Belə şəkillər çəkmişdilər. Bu Rənanınkidir, bunu qoyaq bura. Sonra bu Məleykəninkidir. Məleykəninki biraz yekədir. Rənanınkinə baxanda. Bu da Məleykənin Esmirə müəlliməsidir, sinif rəhbəridir. Belə şəkillər çəkdirmişdilər. Məleykədə biraz çoxdur şəkil Rənanınkinə baxanda. Bunu qışda qar yağanda çəkdirdilər. Burada belə bir şəkillər var. Bu da bitti. Bunu da qoyaq bura. Bunları gərək hərflərin hamısını tapım, düzəldim. Uşaqlar söküblər, dağıdıblar bütün. Abadokda heç nəyə lazımdır bilmirəm, saxlamışam, özüm də bilmirəm heç. Nə şəkillərdir. Bunlar heç. Bu da albomlarımızdır. Toyun albomudur. Bu da adi bir albomdur. Lazım olan şəkilləri qoyuram içinə. Novi Goda almışdıq. Elə hər dəfə Novi Godda uşaqlar taxırlar bu papaqları. Amma indi də şey eləyirəm. Bu mənim vupusknikimdir. 11-ci sinifdə taxmışdım. İndi qoymuşam, amma uşaqlar bunu götürüb xarab eləyirlər. Açıblar torbasından. Bu mənim fartukumuydu. Bu da vupusknoyda ki taxdığımdır. Uşaqlar yazmışdılar sinif yoldaşlarımın üstünü belə. Biz o vaxtda forma geyinirdik də. Əgər belə həmin vaxtda oxuyanlar varsa bilirlər ki, biz şeydə vupusknoyda mayın 31 idi bizdə. Qabaq mayın 25 olurdu.
belə geyinirdik. Korичневый don idi, üstündən də belə ağ fartuq. Adi vaxtı məktəbə qara fartuq geyinirdik, amma indi sonra выпускнойda уже праздничный olurdu da, onda ağ fartuq tikdirib geyinmişdik. İndi amma heç kim bundan geyinmir. Ən xoşladığım forma idi bu. Bunu da qoyaq belə. Bu da mənim lentimdir. Bunu özüm hazırlamışdım toya görə. Amma belə qaşları qopubdu, artıq adlarımızı belə yazmışdım lentin ucuna. Amma qopublar artıq belə. Yenə də saxlayıram, yadigar qalsın. Heç. Bu şəkildə qoyaq belə. Şimdi belə boşaltdıq. İçini plisoslayım, təmizləyim. Burada da belə suvenir var. Bu da qırılıbdı. Bunun o tutacaq da hara ki qoyurlar, o qırılıbdı. Elə burada saxlayıram ki dursun burada. Şəkillərə baxır. Dedim sizə də bir-iki şəkil göstərim. Bu mənəm, amma məncə birinci sinif olmalıdır. Birinci sinifdir. Ad günümdə 17 apreldə müəlliməmlə gedib çəkdirmişdim. O vaxtı belə şəkillər çox çəkdirirdilər. Burada da Sara qoysa çəkəcəm. Bu mənəm, bu bibim oğlu, bu əmim qızı, belə hamımız yığışmışdıq, şəkil çəkdirmişdik. Ən balacaları mən idim o vaxtı. Hələ burada məncə bacım yoxdur. Ona görə şəkildə yoxdur hələ. Bacım, qardaşım yoxdular hələ. Bu da mənəm papamla birlikdə. Rəna mənə çox oxşuyur. Hamı deyir, mən də Rənanı özümə çox oxşadıram. Neçənci ildir? 92-ci il. Papa yazıb Mikail və qızı Aliyə. 34-cü ay. Bu da mənəm. O vaxtı məncə hamının belə şəkilləri olubdu. O vaxt özümüz çəkə bilmirdik, axı telefon falan yox idi. Elə gedib belə fotostudiyada çəkdirirlər. Bu 90-cı ildir. Burada mən 1 yaşım var elə. Bir də belə məncə Polaroid deyirlər buna. Belə şəkillər çəkirdik. Bu da Bakıya gedəndə həmişə papa bizi aparırdı zooparka. Bu mənəm. Bu bibim oğludur. Bu da bacımdır. Bu da mənəm 1 yaşında. Soskanla birlikdə. Bu bibim uşaqlardır. Bu da o birisi bibimin uşaqlarıdır. Bu da Rənanın Məleykədir. Balaca vaxtları. Hələ ki burada toppuşdular. Sonradan arıqladılar. Artıq böyüyəndən sonra arıqladılar. Bura yazmamışam heç neçənci ildir. Saranın hələ ki belə şəkilləri yoxdur. Gərək onun da belə şəkillərini çıxardım. Yadigar qalsın. Hələ ki belə yığdım buranı. Yenə biraz da olsa səliqəli oldu. Qalsın bura belə. Onsuz da Sara gəlib yenə dağıdacaqdı. O böyüsün, hər şey başa düşsün. Onda tamam səliqəli artıq yığacam ki, elə nətər qoyuram, elə də qalır. Hələ ki belə qalsın. Axır ki mən vaxt tapdım bu pəncərələri gəlib silməyə. Elə ancaq ki getdim uşaqları məktəbdən götürdüm. Sonra Saranı yatırtdım, dərslərinə baxdım. İndi vaxtım oldu, gəlim buranı silim. Bu palçıqlı yerlərini belə su əski ilə silirəm. Bu setkaları indi çıxartmayacağam. Çünki bunları hər dəfə çıxardıb taxmaq çətin olur. Buradakı dalda bu dəmir reşotka var. O qoymur bunu asan çıxardıb salmağa yerinə. Ona görə bunu hər dəfə çıxartmıram. Elə 2-3 aydan bir çıxardıb yuyub yerinə. Heç özüm də taxa bilmirəm. Qoyuram, yoldaşım sonra taxır vaxtı olanda. Bu şüşəni də bununla belə sileyim.
Yenə uşaqlar məndən pankek istədilər. Ən sevdikləridir də pankek. İndi qatıq düzdür, azdır. Bunun yarısını qatım. Belə də biz xama qaymaq alırıq səhər yeməyə. Ondan da istəyirəm biraz qatım. Onda daha yaxşı olur. 3 dənə yumurta qatacağam, amma yumurtalar balacadır deyə 3 dənə qatıram. Belə yoxsa 2 dənə qataram, çox balacadır yumurtalar. 3 dənə yumurta qatacağım. Adətən mən həmişə qatıqla eləyirəm, çünki qatıqla çox qəşəng alınır. Südlə eləmişəm, südlə elə də yaxşı alınmır. Görürüm uşaqlar da yaxşı yemir. Amma qatıqla eləyəndə elə oradan bişirirəm, buradan yeyib qutarırlar hamısını. İndi şəkər, vanil qatım, soda qatım. Belə. Unumuz azmış, mən də yadımdan çıxıb ki, un azdır. Bu da belə duru alındı. Ona görə evdə manlı var. Manlı qatacağam. Eləmişəm mən əslində belə. Yaxşı alındı da, yəni pis olmayıbdı. Həmişə nətər olub. Elə bir ki, elə unla eləmişəm. Bir fərq olmayıbdı. Ona görə manlı da qatdım belə. Həmin manlı qutarsın. Az qalmışdı. Neçə vaxt almışdı. Xarab olar. Həm də elə bu da biraz qatılaşsın belə. Yəni birinci dəfə deyil manlı qatıram, ona görə bilirəm yaxşı olacaq. Ona görə qatıram. Belə oldular, amma yenə manlı töksəm də, yenə də az oldu manlı deyə, belə çörəndə duru olmuşdu deyə. Buraları belə oldu, amma belə obşi qəşəng oldu. Həmişə mən qatıqla eləyəndə belə qəşəng alınır, içi özdə belə. Köpür qəşəng. Buna həmişə biz alacıq deyirdik uşaq vaxtı. Mama pişirirdi, nənə pişirirdi, alacıq deyirdik. İndi bunların adını pankek qoyublar. Bilmirəm heç indi nədir, pankekdə alacıqdır, amma yaxşıdır, uşaqlar sevir deyə hər dəfə eləyirəm. Sabah döşəmə plov eləmək istəyirik. Ona görə belə düyünü qoyduq suda, yuduq, birinci yuyuruq 1-3-4 dəfə, suyunu tökürük, sonra belə suda qoyuruq, ilıq su olmalıdır. Çox isti yox, ilıq da belə su olmalıdır. Sara işığı keçirdi. Belə qoyuruq, səhərə qalır. Səhərə kimi şişir. İndi səhər də sizə inşallah bunu çəkəcəm. Baxarsınız nətəri düyü suyu özünə çəkibdir. Tamam. Biz hər dəfə eləyəndə belə eləyirik. Axşamdan qoyuruq ki, səhərə kimi onda həm yaxşı pişir, tez pişir, belə daha belə şişir, yaxşı olur. Və bunu artıq səhərdir. Mən çəkirəm. Düyü demək olar suyu çəkib canına. Belə olubdu. Həm yekəlir, belə şişir, həm də belə yumuşaq olur, belə qırılır. Və bu da tez pişir.
həm də bişəndə yaxşı olur. Amma əzilmir. Yəni çox qaynatmaq lazım deyil. Biraz qaynadırıq, götürürük. Yəni sonra da dəmə qoyanda heç əzilmir. Əksinə yaxşı olur. Bişəndən sonra da çəkirəm, baxarsınız. Mən onu niyə çəkirəm? Çünki belə eləməyən adamlar da var da ki, hansı ki elə suyu qaynadıb, belə düyünü ora tökürlər. Su qaynayanda ora tökürlər. Belə istağa qoymurlar. Amma biz axşamdan qoyuruq. Artıq axşam saat 8 olardı qoymuşuq. İndi də saat 10-dur. Artıq 14 saatdır bu belə sudadır və yaxşı da qalıbdır. Əksinə belə daha məncə daha yaxşı bişir. Nəinki o suyu qaynadıb içinə tökmək düyünü elə. Yəni ki, elə belə 1-2 dəfə belə yuyub tökürlər içinə. İstağa qoymurlar. Məncə belə daha yaxşıdır. Bismillahirrahmanirrahim. Bak o ses çıkmalıydı mamamın. Olmazsa der yok. Aşı öldürürsün. Der aş verilir bana. Yaşlı böyle mi yani? Ete de çok. Həmən də çox. Azaldan saklayayım göresen.